Mənim günahım nə oldu ki, məni qara çadıra göndərdi? Bayandır xandan buyruq belədir. Oğlu olanı ağ çadıra, qızı olanı qızılı çadıra ötürün. Kimin ki oğlu qızı yoxdur, onu qara çadıra aparın. Yetər! Bir il və bir ilin üzərində olan qorunmasız cinsi münasibət varsa və ailədə hamiləlik baş tutmursa, kişi sonsuzluğunun səbəblərindən ən geniş yayılmış olanlarından biri də Y xromosom mikrodelesiyaları olaraq biz günümüzdə görürük. Özəlliklə kliniki olaraq kişilərimizin spermogramma analizində ya sperm hüceyrələrinin heç olmadığı azospermiya durumu olarsa və yaxud da sperm hüceyrələrinin normadan az olduğu oligospermiya durumu olarsa, biz bu durumlarda Y xromosom mikrodelesiyalarından şübhələnə bilirik. Genin hansı lokusunda mikrodelesiyanın olmasından asılı olaraq da biz qərar verə bilirik ki, bu ailələrdə normal hər hansı bir dəstəkləyici müalicə ilə, cərrahi müdaxilə ilə və yaxud da sonsuzluq müalicəsi olan süni maylanma üsulu ilə hamiləlik baş tutması seçimi edilir. Əgər dediyimiz kimi yeni ailə quran və yaxud da uzun müddətdə sonsuzluqdan əziyyət çəkən cütlüklərimiz varsa, Y mikrodelesiya analizini kişi sonsuzluğundan səbəbi olaraq günümüzdə daha çox görürük deyə bu ailələrdən biz istəyirik.